Təcili xəbər. Hava şəraiti dəyişir. Dekabrın 27-si Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu arabir tutulacaq. Əsasən yağmursuz keçəcək. Axşam saatlarından külək istiqamətini dəyişir. Mülayim cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz ediləcək. Temperatur. Gecə 2-4 dərəcə isti. Gündüz 6-9 dərəcə isti. Atmosfer təzyiqi kəskin enir. 758 mm civə sütunundan 752 mm düşəcək. Rütubət. Gecə 70-75%. Gündüz 60-65%. Rayonlarda risk artır. Azərbaycanın rayonlarında səhərədək əsasən yağmursuz olsa da, gündüz şimal və qərb rayonlarından başlayaraq yağış və qar gözlənilir. Bəzi ərazilərdə yağıntı intensivləşə bilər. Gecə və səhər duman, gündüz küləyin güclənməsi ehtimalı var. Rayonlarda temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti. Xəbərdarlıq. Gecə saatlarında dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var. Sürücülər və dağlıq ərazilərə səfər edənlər ehtiyatlı olsunlar.